İslam dini meydana gəlməzdən əvvəl ərəb cəmiyyətinə və digər cəmiyyətlərə nəzər salsaq, qadınların ikinci dərəcəli bir şəxs kimi onların hər hansı bir hüquq və haqlarının olmadığını açıq-aşkar görə bilərik. Lakin İslam dini gəldikdən sonra istər Qurani-Kərim, istər də Peyğəmbərimizin hədislərinə nəzər yetirsək, qadınlar heç də kişilərdən arxada qalmayaraq bərabər səviyyəli haqq və hüquqlara malik olan bir şəxs kimi formalaşdılar. Bayaq siz də qeyd elədiniz, İnnə əkrəməkum indallahi ətqakum. Allah nəzərində ən üstün olanınız, təqvalı olanınızdır. Yəni, burada kişi və qadından söhbət getmir. Əgər insan təqvalıdırsa, qadın və kişi heç bir fərq etməz, o üstün hesab olunur. Peyğəmbərimizin zamanına nəzər yetirsək və Peyğəmbərimizin bu məsələ ilə bağlı hədislərinə baxsaq, hələ ilk dövrlərdən cənnət anaların ayağı altındadır. 3 qız övladını böyüdüb başa çatdıran, onları tərbiyələndirən valideynin cənnətdə Peyğəmbərlə bir yerdə olması hədisləri qadına verilən dəyərin əyani nümunəsidir. Qadına verilən, qadınların təhsil haqqında, təhsil alması haqqında hədisləri gəlincə isə Peyğəmbərimiz belə buyurmuşdur. Elm öyrənmək hər bir müsəlman kişi və qadına vacibdir. Buradan onu anlamaq olur ki, elm təkcə kişilər üçün gəlməmişdir. Həmçinin də qadınlar üçün gəlmişdir. İlkin dövr İslam tarixinə nəzər yetirsək, Peyğəmbərimizin yanında ilk iman gətirən şəxslərdən biri Peyğəmbərimizin xanımı, xanım Xədicə idi ki, o da İslam dininin yayılmasında müstəsna rolu olan bir şəxsiyyətdən biri olmuşdur ki, bilirsiniz, o həm malı ilə, həm canı ilə xidmət etmişdir. Həmçinin də Peyğəmbər məscidinə gələn, Peyğəmbərə müraciət edən insanların qadınlara aid xüsusi sualları olduğu zaman xanım Xədicəyə müraciət edirdilər. İlkin dövrlərdə hətta Peyğəmbərimizin yanına qadınlar yaxınlaşaraq bildirirdilər ki, onların bəzisi cümə namazından əlavə də məsciddə Peyğəmbərimizi dinləmək istəyirdi. Bütün bunları nəzərə alan Allah Rəsulü xüsusi bir gün təyin eləmişdi və o günlərdə Peyğəmbərimiz qadınları toplayar, onların maraqlandıran suallara cavab verər və onların suallarını cavablandırardı. Belə ki, Peyğəmbər məscidində, Məscid-i Nəbəvidə xüsusi bir qapı da ayrılmışdı ki, qadınlar rahat olaraq orada daxil olub gəlib gedə bilsinlər, öz məsələlərini Peyğəmbərə çatdıra bilsinlər. Xanım Fatimə-i Zəhra da həmçinin qadın alimlərdən hesab olunan xanımlardan idi. O da Peyğəmbərimiz dövrü və ondan sonraki dövrdə də qadınların təhsil almasında, onların suallarını cavablandırılmasında